Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, monitoring 10-la davam edirik. Belə öncə qeyd edim ki, bu monitorinqlər hamısı nümunə monitorinqləridir. Yəni çox adam yazır ki, imtahana bu düşəcək, bu tipli suallar düşəcək. Biz imtahana nəyin düşəcəyini ancaq imtahan günü biləcəyik. Ona görə bunlar nümunələrdir. Çalışırıq ki, bir testdə bütün mövzuları əhatə edən tapşırıqlar olsun. Mən həm Landau kitabından yazıram, həm də başqa mənbələrdən əldə etdiyim bütün tapşırıqları sizin üçün yazmağa çalışıram. Nə qədər fərqli test işləsəz, nə qədər fərqli monitorinqlər işləsəz, o qədər yaxşıdır. Vaxt itirmədən keçək birinci sualımıza. Misalımıza yazaq. 28 çıxılsın 12 çıx 20 bölək -2 üstə gələk -5 vurulsun 3-ə. Bax, məsələn, bu əməllər ardıcıllığıdır. Biz bilirik ki, birinci 28 olduğu kimi qalacaq. Çıxılsın 12-dən -20-ni çıxdığım zaman -8 bölünsün -2-yə üstə gələk -5-i 3-ə vurduğum zaman edəcək -15. 15. Deməli, 28 çıxılsın. Biz görürük ki, burada bölmə əməli var. Biz bilirik ki, əməllər ardıcıllığında vurma, bölmə birinci olunur. Sonra toplama və çıxma. -8-i -2-yə böldüyüm zaman müsbət 4 alınır. Müsbət də mənfini mənfi elədiyinə görə çıxılsın 15. 28-dən 4-ü çıxdığımız zaman 24. 24-dən də 15-i çıxdığımız zaman cavab edir 9. Variantımız A variantı. İkinci sualımız. X və Y qarşılıqlı sadə ədədlərdir. 24x bərabərdir 36y olarsa, x plus y cəmini tapın. Gəlin biz buradan hər tərəfi ixtisar edək 12-yə. 24-ü 12-yə böldüyüm zaman 2x bərabərdir 3y. Biz buradan x-i tapdığımız zaman 3y bölünsün 2. X tam ədəd olmalıdır. Bu tam ədəd olmalıdır. Yəni böldüyümüz zaman tam ədəd olmalıdır deyə y cüt olmalıdır. Onda mən y-ə, məsələn, deyək ki, 2k qiymətini verək. Yerinə yazsaq, x bərabərdir 3 vurulsun 2k bölünsün 2-yə. Bu edəcək 3k. Deməli, buradan yazıram. X-imiz 3K-dır, Y-imiz 2K-dır. Bunları da qarşılıqlı sadə ədəd olması üçün K bərabərdir 1 olmalıdır da. Çünki X bərabərdir 3 olacaq, Y bərabərdir 2 olacaq. Bunların cəmini də soruşduğuna görə 3-ün üstünə 2 gəldiyim zaman edəcək 5. Variant A variantı. Növbəti 3-cü sual. Məxrəci 24 olan 3-də 1 ilə 2-də 1 arasında yerləşən neçə ixtisar olunmayan düzgün kəsir var? Bu nə deməkdir? Məxrəci 24 olan 3-də 1 ilə 2-də 1 arasında. 3-də 1 ilə 2-də 1 arasındakı ifadəni soruşur bizdən. Biz eyni məxrəcə gətirməliyik. Hər birini 24-ə gətirdiyim zaman 24-ü 3-ə böləndə 8, 8-i 1-ə vuranda 8, 24A olduğu kimi qalır. 24-ü 2-yə böləndə 12, 12-ni 1-ə vuranda 12. Deməli, bizim ifadəmiz 8-dən 12 arasında, yəni 9, 10, 11 olmalıdır. İndi baxırıq, burada ixtisar olunmayandan söhbət gedir. Düzgün kəsir. 24-də 9, yəni kəsirlərimiz bu şəkildə alınır. 24-də 10, 24-də 11. 24-də 9 ixtisar olunur. 24 3-ə də olunur. 9 da 3-ə. Burada da 2-yə ixtisar gedir. Bir dənə 24-də 11. Neçə dənə soruşur deyə elə bir dənə A variantı uyğun gəlir. Dördüncü tapşırıqla davam edirik. Dördüncü tapşırıqda deyir ki, 3,6 bölünsün x bərabərdir 1,2 bölünsün 0,5 tənasübündən x-i tapın. Biz bilirik ki, belə tənasüblərdə çarpaz vuraraq yaza bilərik. 1,2x bərabərdir 3,6 vurulsun 0,5-ə. 1,2x bərabərdir 1,8. Buradan x də bərabərdir 1,5-ə. 5-ci tapşırıq. Ədədin x ilə, daha doğrusu 40% ilə 15%-nin fərqi 50-yə bərabərdir. Bu ədədin yarısını tapın. Bax, 5-ci. Ədədin söhbət gedir. Ədədin nə olduğunu mən bilmirəm. Ona görə ədədə yazıram x. Deməli, bu x-in 40% ilə x-i vururam 40-a, bölürəm 100-ə. Bu edir 0,4x. Sonra deyir ki, 15%-nin, yəni x-in 1-də 15%-ni tapıram. Bu da edir 0,15x. Fərqi 50-yə bərabərdir. Yəni 0,4x çıxılsın 0,15x bərabərdir 50-yə.
50'yə bərabərdir. Fərqi 50'yə bərabərdir də, hə, doğru yazdıq. 0,4x-dən 0,15 x-ə çıxdığımız zaman deməli edəcək alınır 0,25x bərabərdir 50'yə. Buradan da biz x-i tapdığımız zaman 50'ni bölürük 0,25'ə. Bu etdi 200. Sonra deyir ki, bu ədədin yarısını tapın. 200'ün də yarısı edəcək 100. Variant C variantı. Sonra 6-cı sual. Görürsünüz, bəli. Mənfi 10 və 12 arasında yerləşən bütün tam ədədlərin hasilini tapın. Bunu heç məsələn bütün hamısında yaza bilərik. Ortada onsuz da 0'ı qeyd eləyəcək. 0'ı da nəyə vursaq 0 elədiyinə görə elə birbaşa C variantına yazırıq. 7-ci sualımız. A x plus y, daha doğrusu x plus 2, y minus 3 nöqtəsinin koordinat başlanğıcında yerləşirsə, koordinat başlanğıcı yerləşməyə, yəni bu ifadələrin 0'a bərabər olmağı deməkdir. X, y hasilini tapın. Yəni mən x üstə gələ 2 bərabərdir 0'dan x-i tapsam edəcək mənfi 2, y çıxılsın 3 bərabərdir 0'dan y-i tapsam edəcək müsbət 3. X vurulsun y hasilini soruşduğuna görə də edəcək mənfi 6. Variant A variantı. Növbəti 8-ci sual. 8. Dairənin sahəsi 108 santimetrin kvadratıdır. Sahə bərabərdir 108 santimetrin kvadratı. Olarsa onun radiusunu tapın. Yəni r bərabərdir sualı. Biz bilirik ki, dairənin sahəsi düsturu pi r-in kvadratıdır. Elə r kvadratından yola çıxaq, kök altını keçməmsiniz də r kvadratından yola çıxacağım. Yoxsa r-i buradan tapa bilərəm. Kök altı s bölünsün pi kimi. R kvadratı bərabərdir s bölünsün pi-yə. Bərabərdir 108'i bölürəm 3'ə. 108'i 3'ə böldüyümüz zaman 36 alırıq. R-in kvadratı bərabərdir 36'ya. Bu deməkdir ki, r neçədirsə onun kvadratı 36 edir. Əlbəttə ki, bilirik ki, r 6'dır. B variantı. 9-cu sual. Tənliyi həll edin. Bir dəqiqə tənliyi mən köçürüm. Sonra sizin üçün həll edək. 9 bu şəkildə. Birinciyə vurub açaq. 5x-ə vurduğumuz zaman 5x, 5'i 2'yə vuranda 10 çıxılsın 3x, çıxılsın 3'ə. Bərabərdir 9. 5x-dən 3x-i çıxdığım zaman 2x, mənfi 10-dan mənfi 3'i çıxdığım zaman mənfi 13 bərabərdir 9'a. 2x bərabərdir 22, x də bərabərdir 11. Variant C variantı. 10-cu sual. Fikir verirsinizsə, hər monitoring bu sualdan var. Artdı, azaldı, yeni qiymət, köhnə qiymət. Deməli, malın qiyməti 20% artırıldı. Gəl baxaq, malın qiymətini biz bilmirik. Yazırıq malın qiyməti. X-dir. 20% artırılmaq, biz bilirik ki, üstə gələk 20, 120%-dən, bu olur 1,2. 1,2% artırıldı. Malın qiyməti 1,2% artırıldı. Yəni 1,2-ni vurduq x-ə, elədi 1,2x. Sonra yeni qiymət 20% azaldıldı. Fikir ver. Deməli, 20% azaldırmaq nə deməkdir? 100 çıxılsın 20 bərabərdir 80%. Bu da edir 0,8. Yeni qiymət deyir ki, 20% azaldıldı. Yeni qiymətimiz mənim 1,2 idi də. 1,2-ni də vururuq 0,8 eləyir 0,96. 0,96 da ilkin qiymətin necə dəyişdi? Nə deməkdir? 100-dən 96-nı çıxmaq, yəni 4 qalmaq deməkdir. Deməli 4% azalıb. D. Sonra 11-ci sual. Biləydim ki, görə biləsiniz. Deyir A ədədini 12'yə böldükdə, A ədədini 12'yə böldükdə, qalıqda deyir 7 alınır. Həmən 3A üstə gələ 5 ədədini deyir 12'yə böldükdə, qalıq neçə olar? Mən bunu necə taparam? 12'ni vuraram 7'yə, bu edər 84. Qalıqda 7 almaqdan ötürü üstünə 7 gələrəm, eləyər 91. Eyni qayda ilə 91'i 12'yə böləndə görərsiniz ki, qalıqda 7-dir. Deməli, A bərabərdir.
A bərabərdir 91. Deyir 3A üstə gələk 5 ədədini 12-yə böldükdə. Gəl A-nı yerinə yazaq. 3A üstə gələk 5-dən 3 vurulsun 91 üstə gələk 5 bərabərdir 278. 12-yə böləndə 278 12-yə böləndə cavab 23, qalıq isə 2 edir. Variant A variantı. 12-ci sual. NA 12-dir, NB 10-dur. Deməli, NA birləşir B 18-dir. Məndən NA kəsişir B-ni soruşur. Çox maraqlı və yaxşı sualdır. Biz nə demişdik? Demişdik, N-in 12 olmağı nə deməkdir? Yəni, bu A çoxluğunda 12 dənə element var. Sənə bunu deyir. 12 dənə elementdir, B çoxluğunda da 10 dənə element var. Bunlar birləşəndə 18 olub. İndi bu əlaqəni tapmalıyıq. Nə deməkdir? Mən 12-nin üstünə 10 gələrəm. Birləşdirəndə bunun hamısını yazıram axı mən. Eləyər 22. İndi bax gör 22-dir, amma birləşib 18 almısan. Deməli sən 22-dən 18-i çıxmalısan, 4-ü almalısan. Deyəcəm 4 nədir? 4 nədir? Yəni bir ədəddən, məsələn, buradakı 4 dənə ədəddən A-da da var, B-də də var. Axı biz demişik 2 dənə olanda bir dənəsini götürürük. Deməli bu 4 dənə ədəd hansıdırsa, indi bilmirik də onu. Ondan A-da da var, B-də də var. Ona görə biz 4 götürdük bunu. Sonra deyir ki, A kəsişir B-ni tapın. Kəsişməsi də əlbəttə ki, hər ikisində olan 4-dür. Kəsişməmiz də olacaq 4. Ümid edirəm ki, aydın oldu. 13-cü sualla davam edək. Düzbucaqlı paralelipipedin eni 6 cm-dir. Yazaq eni 6 cm. Uzunluğu enindən 50% çoxdur. İndi burada görmür deyə mən onsuz da sualları bir-bir oxuyuram. Uzunluğu enindən 50% çox. Uzunluq deyir n-dən 50% çoxdur. Yəni mən 6-nın 50%-ni tapmalıyam. Bu edəcək 3. Deyir axı n-dən 50% çox. Yəni 6 üstə gələk 3 bərabərdir 9. Uzunluğumuz da 9 oldu. Hündürlüyü isə n-dən 2 cm qısadır. N-dən 2 cm qısa, yəni 4 cm-dir. Deyir həcmini tap. Həcm də bilirik A vurulsun, B vurulsun, H-dır. 6 vurulsun, 9 vurulsun, 4. Bu da edər 216. Variantımız da olar C variantı. 14-cü sual. X minus 3 bərabərdir 5 tənliyinin kökləri cəmini tapın. Biz bilirik ki, modul işarəsində həm müsbət olur, həm də mənfi olur da. Yəni, mənfidən müsbət çıxır. Ona görə biz bir dəfə x minus 3 bərabərdir 5-i götürürük. Bir dəfə də x minus 3 bərabərdir mənfi 5-i götürürük. Bu şəkildə. X-dən burada x-i tapdığımız zaman bu edəcək 8. Burada x-i tapdığımız zaman edəcək mənfi 2. Kökləri cəmin dediyinə görə 8 üstə gələk mənfi 2. O da bərabərdir 8 çıxılsın 2-yə 6 alınır. 15-ci sualla davam edirik. Mənfi 12,6 ədədindən böyük olan ən kiçik tam ədədlə mənfi 3,2 ədədindən kiçik olan ən böyük tam ədədin cəmini tapın. Biz bilirik ki, mənfi 12,6 ədədindən böyük olan ən kiçik, bilirik ki, yenə də təkrar edirəm, böyük olan ən kiçik tam ədəd mənfi 12-dir. Mənfi 3,2 ədədindən kiçik olan ən böyük tam ədəd də mənfi 4-dür. Bunlar nə edir? Cəmin deyirdi. Mənfi 12 üstə gələk mənfi 4 bərabərdir mənfi 12 çıxılsın 4. O da bərabərdir mənfi 16 A bəndi. 16. Radiusu 4 cm olan. Yazdıq 4-ü. Kürənin səthinin sahəsini tapın. Pi bərabərdir 3-ə. Kürənin səthinin sahəsi S bərabərdir 4 pi r-in kvadratı. 4 vurulsun 3 vurulsun 4-ün kvadratı 16. O da bərabərdir 192-yə. Variant D variantı. 17-ci sual hesablayındır. Misalı mən köçürüm. Üstə gələk 20 çıxılsın mənfi 8 bərabərdir. İndi gəlin birinci biz bu mötərizənin içərisini həll eləyək. Bu mənfi qalır olduğu kimi, bu mənfi də olduğu kimi qalır. Mənfi 15-in üstünə 20 gəldiyim zaman edəcək 5. Çıxılsın mənfi 8-ə. Mənfi 8-dən biz mənfi 8-in üstünə 5 gəlir. Daha doğrusu mənfi 5-in üstünə 8 gəlir. Yəni mötərizə yazıldı. Mənfi 5, bu 2 dənəsi olur müsbət 8 bərabərdir. Mənfi 5-in üstünə 8 gəldiyim zaman edəcək müsbət 3. Bu mənfi də qarşısına gələcək, edəcək mənfi 3.
Variant B variantı. 17 və 18. 18-ci sualla davam edirik. 72 ədədinin neçə müxtəlif sadə vuruğu var? 72-ni 2-yə böləndə 36, 18, 9 və bu şəkildə. Sənə desə, neçə dənə sadə vuruq var? Sayarsan 1, 2, 3, 4, 5. Amma müxtəlif soruşduğuna görə 1, 2-dir, bir də 3-dür. Yəni 2 dənə müxtəlif sadə vuruğu var. 19-cu. Xəritədə iki şəhər arasındakı məsafə 4 sm-dir. Miqyas 1 bölünsün 5 milyon olarsa, real məsafə neçə kilometrdir? Mən həmən bu real məsafəni tapmaq nödür. 4-ü vurmalıyam 5 milyona. Bu edəcək 20 milyon. Bu santimetrləndir əlbəttə ki. Yazırıq santimetrlə. Biz bilirik ki, 1 kilometrimiz, indi çevirməliyik, axı bizdən kilometri soruşur. Neçə kilometrdir deyir. 1 kilometrimiz deməli 100.000 santimetrdir. O zaman 1 santimetrim neçə olacaq? Əlbəttə ki 100.000-də 1 bölməliyik də. O zaman mən 20 milyonu bölməliyəm 100.000-ə. Buradakı sıfırları bu şəkildə silək. Elə deyək 200 kilometr. Yəni B bəndə. 20. Üçbucağın bucaqları 2, 3, 5 nisbətindədir. Ən böyük bucağı tapın. 2x üstə gələk 3x üstə gələk 5x bərabərdir 180. Üçbucağın bucaqlarının cəmini. 2, 3-nə 3 gələndə 5, 10x bərabərdir 180. X də bərabərdir 18-ə. Ən böyük bucağından söhbət getdiyinə görə burada ən böyüyü 5x-dir. 5-i də vurarıq 18-ə. Bu edər 90 dərəcə. Variant D variantı. 21-ci. X bölünsün 4, üstə gələ x bölünsün 3 bərabərdir 14. Tənliyini deyir, həll edin. Baxırıq ki, müxtəlif məxrəcli kəsirlərdir. Müxtəlif məxrəcli kəsirlərin əkobunu tapırıq. 4 ilə 3-ün əkobun 12 götürək. 24 niyə götürdüm? 12. 12-ni 4-ə böldüyüm zaman 3x, 12-ni 3-ə böldüyüm zaman 4x bərabərdir 14. 7x bölünsün 12 bərabərdir 14-ə. Deməli, 7x bərabərdir 168, x də bərabərdir 24. Variant B variantı. Sonra 22-ci sual. Deyir ki, 3də 1 hissəsi 12 olan ədədi tapın. Hissəsinə görə ədədi tapmaq üçün ədədi hissə göstərən kəsirə bölmək lazımdır. Biz bilirik ki, bölmədə də çevirdiyimiz zaman olur 3də 1-in tərsi 3-dür. 12-ni də 3-ə vurduğumuz zaman edəcək 36. Variant B variantı. 23-cü sual. MAB nöqtəsi 3-cü rübdə yerləşirsə, AB hasilinin işarəsi nədir? Biz bilirik ki, 3-cü rübdəki işarəmiz hər ikisi mənfidir. X da mənfidir, Y də mənfidir. Mənfini mənfiyə vurduğumuz zaman müsbət edir. Mənfi vurulsun, mənfi bərabərdir müsbətə. Yəni A variantına. 24-cü sual. Sürəti 80 km/saat olan V bərabərdir 80 km/saat. Qatarın 4,5 saata, saat da zaman vaxt bilirik ki, T ilə işarə olunur. Getdiyi yolu sürəti 60 km/saat avtomobil neçə saata gedər? Deməli, biz birinci bu ifadəmizdən S-i tapa bilir. Bilirik ki, V bərabərdir S bölünsün T-dir. S də bərabərdir V T-yə. 80-i vurarıq 4,5-ə. Bu edər 360. Tapdıq ki, 360 kilometrdir. Sonra deyir ki, həmin bu yolu S 360 olan vaxtda T-ni tapaq. Yenə qeyd eləyək düstur. V bərabərdir S bölünsün T-yə. Buradan mən T-ni tapdığım zaman S-i bölməliyəm V-yə. Yəni 360 bölünsün. 60 bərabərdir, deməli 6 saat. Deməli, variantımız da B variantı. Və sonuncu 25-ci sualımız. İki zər eyni vaxtda deyir atılır. Üst üzə düşən xalların cəminin 10 olması ehtimalını tapın. Biz ehtimalda bilirik ki, yəni düşən halların ehtimalının ümumi hallara nisbətidir də ehtimalımız. 2 dənə zər atılırsa, bunun ümumi halları
6 vurulsun 6, hər üzündə 6-dan olduğuna görə 36-dır. Düşən halların cəminin 10 olması da hansı hallarda mümkündür? Yəni zərimizə görə, məsələn deyirsiniz ki, 7-nin də üstünə 3 gələndə 10 edir də. Xeyr, amma zərdə 6-ya qədər də 1 2 3 4 5 6-ya qədərdir. Yəqin ki, görmüsüz də o nərdəsə oynayan zaman. Ətrafda da istər olsun. Deməli, olacaq 4 ilə 6, 5 ilə 5 və 6 ilə 4 düşə bilər. Yəni 3 dənə halı mümkündür. Yəni uyğun olan halları biz ümumi hallarımıza bölürük. Bu da edir, hər tərəfi 3-ə ixtisar edəndə eləyir 12-də 1. Variant da B variantı. Və tapşırığımız da burada yekunlaşdı.